36-cı NATO liderlər zirvəsinə gələn Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bu oteldə qalacaq və hazırda otelin qarşısında xeyli sayda jurnalistlər onun bura daxil olacağı anı gözləyir və yaxalaya biləcəkləri kiçik bir kadrda olsa o fürsəti axtarırlar. Belə deyə bilərik ki, burada çox yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Ancaq sabahdan etibarən bu tərəfə giriş-çıxışlar bir çox saatlarda məhdudlaşdırılacaq və xeyli sayda polisin bura cəlb olunduğunu deyə bilərik. NATO zirvəsi boyunca ən çox diqqət çəkən yerlərdən də biri məhz bu bölgədir ki, Amerika prezidenti Donald Trump'ın qalacağı yerlə bağlı hər kəsin çox böyük bir marağı var. Çünki burada təhlükəsizlik tədbirləri də çox dərin bir şəkildə həyata keçirilib. Bilirsiniz ki, Donald Trump bura 1000 nəfərlik bir heyətlə gəlir. Onun həm şəxsi təyyarəsi burada olacaq, həm helikopteri burada olacaq. Bu heyətə texniki işçilər, o cümlədən də Amerikadan gələcək siyasətçilər və digər nümayəndələr daxildir. 1000 nəfərlik heyət çox böyük bir heyətdir. Ankara bütün hazırlıqlarını tamamlayıb və 36-cı NATO zirvəsinə tam şəkildə hazırdır deyə bilərik.